Demek bu günlərin biz sizlə keçirik for operatoru və for operatorunun yazılış qaydalarını. Məsələn, for operatoruna baxaq. For operatorunda bəzi yazılış formalarına baxaq bu günlərin. Məsələn, e, deyirəm ki, deyirəm ki, deyirəm ki, e, yazıram S for for in range bir dənə range verirəm bir dənə məsələn 2-dən 10-a qədər ədədlər verirəm. 2-dən 10-a qədər ədədlər verirəm. Və burada i-nin qiymətlərini istəyirəm. i-nin qiymətlərini istəmiş oluram. Görək bizdə i-nin qiyməti olaraq nə verir? Run eləsək nə verir? i-nin qiymətlərin. i-nin qiymətlərin verdi nəyi? Demək, for i in range. i getdi 2-dən 10-a qədər qiymətlər aldı. 2-dən 10-a qədər qiymətlər aldı. Demək, nələr aldı? Aldı. Demək, buradan i-nin qiymətlərinə baxaq. i-nin qiymətləri for i in range yazılıb nə? 2-dən 10-a qədər. 2-dən 10-a qədər. Artıq i-nin qiymətləri print i yazılıb. Print i. Gördüyümüz kimi for dövr operatorudur. Print isə dövrün içindədir. Dövrün içindədir. Hər dəfə i gəlir, qiymətlər alır. i-nin qiymətləri hansılar olur? i-nin qiymətləri 2, 3, 4, 5, 6, 7, 8, 9 və ən axırıncı 10-un sərhəd götürülmür. i gəlir birinci 2-ni alır, düşür aşağı. i gəlir 2-ni alır, düşür aşağı. Print 2-ni çap edir. Sonra gəlir 3'ü alır, gəlir düşür aşağı 3'ü çap edir. 4'ü çap edir, 5'i çap edir, nəhayət ən axırıncı 9'u çap edir və ədəd qalmadığı üçün dövrdən çıxmış olur. Bu nədir? Bu for operatorunun yazılışıdır. Məsələn, belə bir şeyə diqqət edək. Tutaq ki, bir dənə belə bir şey verirəm. Deyirəm ki, for bir dənə cəmləmə operatoru verir. Məsələn, yazaq ki, s bərabərdir 0. Yazıram ki, for i in range tutaq ki, 2-dən 10-a qədər, 2-dən 10-a qədər, 2-dən 10-a qədər və sonra deyirəm ki, s bərabərdir s üstə gələ i, s üstə gələ i və print s-i neynəsin? Çap eləsin. Print s-i çap eləsin. Bu zaman nə çıxır? Buna baxaq. Bu zaman çıxır demək nə? 2, 5, 9, 14, 20, 27, 35, 44 və s. Bu ədədlər çıxır. Görək indi bunları hardan aldım? Bunları hardan aldım? Proqramın gedişatına fikir verək. Demək, S gəlir 0'ı alır. S-in qiyməti 0'dır. S-in qiyməti 0'dır. i-nin qiymətlərinə baxaq. i-nin qiymətləri hansılardır? 2'dir, 3'dür, 4'dür, 5'dir, 6'dır, 7'dir, 8'dir və 9'dur. S birinci gəlir, neyniyir? i gəlir birinci 2'ni alır. i bərabərdir 2'ni alır. Düşür aşağı, s bərabərdir, s-in üzərinə i-ni gəlir. Bu s-in üzərinə i-ni gəlir. Dövrün içində daxil, dövr davam edir. S-in neçədir? 0'dır. 0'ın üzərinə i-min qiyməti neçədir? 2'dir. 0'ın üstünə 2 gəlir, olur 2. Düşür aşağı, deyir, print s-i çap elə. Artıq s-in qiyməti nədir? 2'dir. 2'ni çap elədi. Sonra
Dövr davam edir, növbəti i-yə gedir, i-ni gedir almağa. I-nin qiyməti neçədir? I-nin qiyməti növbəti dəfə 3-dür. Yenə düşür aşağı. S bərabərdir, S-in üzərinə i gəlir. S-in neçədir? Ən axırıncı səfər 2 alıb. 2-nin üzərinə i-ni gəlir, 3-ü eləyir 5 və print S-i, yəni 5-i çap eləyir. Sonra gedir i 4-ü alır. 4-ü alır. i bərabərdir 4 olur. Düşür aşağı, S-in üzərinə i gəlir. S-in 5 idi. 5-in üstünə 4 gəlir, olur 9 və print nəyi? 9-u çap eləmiş olur. Çap eləmiş olur. Sonra gedir i 5-i alır artıq. i bərabərdir 5 olanda S bərabərdir S-in üzərinə, yəni axırıncı səfər 9 alıb. 9-un üzərinə 5 gəlir, olur 14. Sonra gedir i-ində 6-nı alır. i 6-nı alır. Olur S bərabərdir. S-in üzərinə i gəlir. S-in neçə idi axırıncı səfər? 14 idi. 14-ün üzərinə 6 gəlir, eləyir 20 və print 20-ni, yəni 20-ni çap eləmiş olur. Sonra indi bu dəfə gedir 7-ni alır. i bərabərdir 7-dir. Düşür aşağı, S bərabərdir. S-in üzərinə i-ni gəlir. S-in neçədir? 20-dir. 20-nin üzərinə 7 gəlir, olur 27 və print S-i, yəni 27-ni çap eləyir. Sonra gəlir i 8-i alır. i bərabərdir 8 olanda S bərabərdir S-in üzərinə i-ni gəlir. 27-dir. 27-nin üstünə 8 gələndə olur 35. Print nəyi? Print demək 35-i cəmləyir, 35-i çap eləyir. Sonra i bərabərdir nəhayət ən axırıncı 9-u alır. 9-u S bərabərdir S-in üzərinə i-ni gəlir. 35 idi, 35-in üzərinə 9 gəlir, bu deyir 44, ən axırıncı səfər demək print nəyi də 44-ü də çapa vermiş oldu. Ümid edirəm başa düşdünüz. Yəni bu proqram nə edir? Bu proqram 2-dən 10-a qədər, yəni 9 daxil olmaqla onu götürmür. 2-dən 10-a qədər verilmiş ədədlərin, yəni natural ədədlərin cəmini tapan proqram oldu. Bu da belə. İndi bunu bir başqa cürə dəyişdiririk. Tutaq ki, bunu belə verək. Bunu belə verək. Tutaq ki, deyirəm ki, bunu belə veririk. Bunu dəyişək. Bir balaca dəyişək. Məsələn, yazıram ki, S bərabərdir 0. Sonra düşürəm aşağı, deyirəm ki, for i in range. Məsələn, nə verirəm? Deyirəm ki, 2-dən 10-a qədər davam eləsin, amma addımın sayın 3 götürürəm, 3. Yəni, bu nə deməkdir? Dəqiqələr sonra baxarıq buna və sonra deyirəm ki, S bərabərdir, S-in üzərinə i-ni gəlsin. Sonra nəhayət printi ortada yox, dövrün lap axırda deyirəm ki, print S-i çap eləmiş olsun. S-i çap eləmiş olsun. Bu zaman run eləsəm, nə vermiş olur mənə? 15-i vermiş olur. Təzə səhvə yeniləyək, run eləyək. Baxın, run eləyirəm. Mənə nəyi verir? 15-i vermiş oldu. Görə indi bu zaman bu proqram nə iş görmüş olur? Baxın. Baxın, bizim i-nin qiymətləri nədir? 2-dən 10-a qədərdir. Olmağına 2-dən 10-a qədərdir, amma bir şey var. Məsələn, biz az öncə proqramda belə yazmışdıq. Yazdıq ki, for i in range yazmışdıq 2-dən 10-a qədər. Burada üçüncü bir ədəd daxil olmamışdı. Bu o demək idi ki, üçüncü ədəd daxil deyilsə, bu addımın sayını göstərir. Buradakı 3 addımın sayıdır. Əgər üçüncü bir ədəd addımın sayı göstərilmirsə, o bir artmaq deməkdir. Yəni, i2-ni alır, 2-nin üstünə 1 gəlir, 3 eləyir, 3-ün üstünə 1 gəlir, 4 eləyir, 4-ün üstünə 1 gəlir, 5 eləyir və nəhayət 8 alır, 8-in üstünə 1 gəlir, 9 eləyir, belə, bu cür gedir. Amma burada artıq mənim dövrümün sayı neyibdir? Veribdir. Burada məsələn addımı veribdir. Addımı veribdir. Məsələn necə? Tutaq ki, burada deyirəm ki, i-nin qiymətləri nə olur? i-nin qiymətləri olur 2, 2-nin üzərinə 3 gəlir, olur 5, 5-in üzərinə 3 gəlir, olur 8, 8-in üzərinə 3 gələndə
11 eləyir. 11 eləyir. Artıq mən 11-i yaza bilmirəm. 11-i yaza bilmirəm. Niyə? Çünki mənim dövrümü aşır. İ gəlir nə eləyir? İ gəlir birinci 2-ni alır. İ gəlir buradan 2-ni alır. İ'nin qiymətləri hansıdır? 2-dir, 5-dir, 8-dir. İ gəlir birinci 2-ni alır. 2-ni alır, düşür dövrə. Bax bura. S bərabərdir, S-in üzərinə i-ni gəlir. S-im neçədir? 0-dır. 0-ın üzərinə i 2-dir. 2 gələndə elədi 2. Sonra gəlir, dövr davam eləyir, gedir 5-i alır. Print forun düz altındadır və sərbəstdir. Onun dövrə aidiyyəti yoxdur. Bayaqki proqramda, məsələn, yazmışdıq S bərabərdir 0, sonra yazmışdım for in range, yazmışdım 2-dən 10-a kimi. Sonra yazmışdıq ki, S bərabərdir, S-in üzərinə i-ni gəlsin. Yadınızdadır, printi burada dövrün içində vermişdim. Hər dəfə S-in qiymətin print neyinirdi? Çapa yolluyordu. Amma indi print baxın formla eyni sütunda dayanıbdır. S-in qiymətin ən axırda bir dəfə yerinə yetirmiş olasıdır. İndi i-nin qiymətini 2 aldı, S-i 2 ilə topladı. Yenə bax buradan qayıtdı başa. Printi görmədi. Printi görmədi. Gəldi 2-ni aldı. İndi gedir nəyə alır? 5 almış olur. i bərabərdir 5 alır. Düşür aşağı S bərabərdir. S-in üzərinə i-ni gəlir. S-in neçədir? 2-dir. 2-nin üzərinə 5-i gəlir, olur 7. 7. Bir də qayıdır, gedir 8-i götürür. 8-i. i bərabərdir 8 alır. S bərabərdir. S-in üzərinə i-ni gəlir. Yəni i-m 8-dir. S-imin də ən axırıncı qiyməti 7 idi. 7-nin üzərinə 8 gəlir, eləyir 15. Yenə davam eləyir, qayıtmaq istəyir başa. Artıq i-nin qiymətləri bitir. Bu dövrə son deyir, artıq dövrdən çıxır. Gəlir çap eləməyə. Ən aşağı düşəndə sərbəsti görür. Sərbəsti. Bu nədir? Print S. Print S-də nəyə çapa verir? S-in ən axırıncı qiymətini. Ən axırıncı qiyməti neçə idi? 15 idi. 15-i də neynədir? Çapa vermiş oldu. Ümid eləyirəm başa düşürsünüz. Yəqin ki, aydındır. Bu da belə. İndi başqa bir tipə baxaq. Məsələn, bir dənə proqramı götürək, baxaq. Bir dənəsini verək. Deyir ki, indi addım sayın fərqli qoyaq. Məsələn, yazıram S bərabərdir 0. Sonra yazıram for in range. Bir dənə axırıncı bu tipə bir də baxaq. İmini bundan bir də baxaq. Sonra bu fərqli tiplərə baxaq. Range ilə bağlı. 3-dən 12-yə kimi deyirəm. 3-dən 12-yə kimi 5 addım sayı 5 olsun. Addım sayı 5 olsun. Düşsün aşağı və S bərabərdir. S-in üzərinə nəyə gəlsin? i-ni gəlsin. Və ən axırda print neynəsin? Bir dəfə printi burada yazıram. Print S yazıram. Sonra neynirəm? Bir dəfə də dövrün sonunda neynirəm? Print yazıram. Yəni ən axırda sərbəst olaraq printi bir dəfə də sərbəst olaraq verirəm. Bir dəfə də S-i burada verirəm. İndi run edirik. Baxın yoldaşlar. Run elədik. Baxın nə çıxdı? 3, 11, 11. Görək niyə elə oldu? 3, 11, 11. Demək, i-nin qiymətlərinə baxaq. Görək bizim i-nimizin qiymətləri nədir? I-nin qiymətlərinə baxıram. I-nin qiymətləri i bərabərdir. 3-ü alır. 3-ü alır. 3-ün üzərinə 5 gəlir, olur 8. 8-in üzərinə 5 gələndə artıq nə olur? 13 olur. 12-ni aşmış olur.
Ona görə də artıq mənim i-min qiyməti 3 və 8-dir. 3 və 8-dir. i birinci 3 alır. 3'ün üzerine 5 gəlir, 8 eləyir. 8'in üzerine 5 gələndə 13 eləmiş olur. Ona görə də 13 almır. İndi i gəlir birinci 3 alanda. i gəlir i'nin 3 qiymətində. S düşür aşağı. S bərabərdir. S'in üzərinə i'ni gəlir. Laf bunu qoyun aşağıdan yazım, sizi çaşdırmaz. S bərabərdir. S'in üzərinə i'ni gəlir. S'in qiyməti neçədir? 0'dır. 0'ın üzərinə 3 gəlir, eləyir 3. Bir də qayıdır yuxarı, qayıtmır hələ. S bərabərdir, S'in üzərinə i gəlir, olur 3. Bir də print S'i çapa verir. Print S'i çapa verir. S'im nədir? 3'dür. 3'ü çapa verir. Lap yaxşı. Bir də qalxır yuxarı. Artıq gedir i nəyə almağa? 8 almağa. i 8'i alanda, i bərabərdir 8 olanda, düşür aşağı s bərabərdir, s'in üzərinə i'ni gəlir. Demək nə eləyir? S bərabərdir, s'in üzərinə i'ni gəlir. S'im neçədir? S'im 3 idi. Yazıram, s bərabərdir, s'in üzərinə i'ni gəlir. S'im nə idi? 3 idi axırıncı səfər. 3'ün üzərinə i'ni gəlir, 8'i gəlir, eləyir 11. Nədir? Düşdü aşağı, print 11'i də çapa verdi. Yəni S'i. Print S'i, yəni 11'i çapa verdi. Sonra bir də qalxır yuxarı, i gedib qiymət almaq istəyir, görür, yoxdur. Artıq dövrdən çıxır. Bax, bu dövrdən çıxır. Bax, bu bunun dövrüdür. Dövrdən çıxır. Düşür aşağı. Formla eyni sütunda yazılan həmişə nəydir? Proqramın sərbəstidir. Proqramın sərbəstidir. Görür ki, bir dənə də print S var. Bir dənə də print S var. S'min ən axırıncı qiyməti neçədir? 11'dir. Gəlir bir dəfə də print 11'i bir dəfə də çapa verir. Ona görə demək print çapa verdiyi qiymətlər hansılar oldu? 3, sonra gəlir 11, bir də gəlir bir dəfə də 11 yazır. Olur 3, 11, 11. Bax bu cürə. Oldu nə? 3, 11, bir də 11. Bax bu cürə çapa vermiş oldu. Ümid eləyirəm başa düşdünüz. Növbəti sual nümunələrinə baxaq. Demək, for 2 cür verir. 2 cür verir bəzən. Biri var range ilə, biri də var range-siz. Bu nə deməkdir? Məsələn, belə verirəm. Yazıram ki, foru indi başqa cür yazmaq tərzi var. Görək necə olur. Baxın, yazılır belə. Yazılır for in. Sonra 2'də, məsələn, belə bir yazılış var. Tutaq ki, yazıram ki, 2, 10, bir də 3. Belə bir şey yazıram. Buradan da bir dənə şey yoxdur. Sonra düşürəm aşağı. Deyirəm ki, print i'nin qiymətlərini çapa ver. i'nin qiymətlərini çapa ver. Görün, bax, ekrana nələr çıxacaq. Baxın, 2, 13. 2, 13. Biz əslində bunu belə gözləmirdik. Biz fikirləşirdik ki, 2-dən 10'a qədər, bəyək ki, sual nümunəmizdə necə idi? 2-dən 10'a qədər 3'ü çarpımlayırdı, düzdür? Biz fikirləşirik ki, indi, bəs necə oldu ki, 2-dən 10'a qədər çıxartmadı 3'ü çarpımla? Ancaq 2'ni, 10'u, bir də 3'ü çıxartmış oldu. Baxın, indi buna diqqət edin. Bu əsas məsələdir, yoldaşlar. Baxın, biri var, verir, forun 2 cürə yazılış var. Baxın, forun 2 halı var. 2 halı var. Necə bu hallar hansıdır? Birinci halda, məsələn, yazır ki, for in range. Range ilə ola hal. Yazıram 2'dən 10'a qədər 3. Bu zaman i'nin qiymətləri olur 2, 2'nin üstünə 3 gəlir 5, 5'in də üstünə 3 gəlir, eləyir 8. Bax, bu forun range ilə olan halıdır. Biri də var range-siz halı, bax bu cürə. Yazıram ki, bax bu cür yazılanda isə i gedir, tək-tək müraciət eləyir. i gedir, range yox, baxın, i gedir birinci 2'ni götürür. Sonra i gedir, 10'u götürür. Sonra da i gedir 3'ü götürür. Ümid eləyirəm aydın oldu. Demək, forun 2 cür yazılış tərzi var. Biri var range,
biri var range-siz. Range-lə olanda gedir, məsələn, yazıram ki, for i in range, tutaq ki, deyirəm ki, 2-dən, məsələn, 7-yə kimi, 2-dən 7-yə kimi. Bu neyinir? İ gəlir, 2-ni də alır, 3-ü də alır, 4-ü də alır, 5-i də alır, 6-ı da alır. Mən demişdim, axı, addım sayı burada verilməyibsə, üstə gəlib 1 kimi qəbul edirik. Biri də var ki, bax, bax, bu yazılışı belə yazır. Baxın. Yazır for i in yazır 2 7. Bu zaman i gəlir 2-ni alır. Sonra da i gəlir nə alır? 7-ni alır. Cəm 2 dənə rəqəm almış olur. İndi qaydaq bu məsələmizə. İndi burada nə deyir? i-nin qiymətləri hansılardır? i-nin qiymətləri i alır, bax, range yoxdur. Range yoxdursa dənə-dənə müraciət edir. İ gəlir birinci 2-ni alır. Gəlir şur aşağı print 2-ni çapa verir. Print 2-ni çapa verir. Sonra gəlir 10-u alır. i bərabərdir 10 alanda. Şur aşağı print 10-u çapa verir. Sonra i gəlir 3-ü alır. i gəlir 3-ü alır. Düşür aşağı print 3-ü çapa verir. Və belə. Demək, alt-alta çapa vermiş olur. Olur 2-ni, 10-u və 3-ü neyinir? Çapa vermiş olur. Ümid eləyirəm aydındır. İndi buna uyğun məsələ tiplərinə baxaq. Görək necə olur. Gələn, yazıram. S bərabərdir, 0 yazıram. Sonra yazıram, demək, range-siz verirəm. İndi for, demək, i, in, range-siz verəndə bunun içərisinə belə bir natural rəqəmlərdən ibarət rəqəmlər qoyuram. Birdən də 8 qoyuruq, 8 qoyuruq. Sonra şərt qoyuram, deyirəm if, əgər i 2-yə böləndə qalığı 0-a bərabərdirsə, onda neynəsin? S bərabərdir, S-in üzərinə nəyə gəlsin? i-ni gəlsin. S-in üzərinə i-ni gəlmiş olsun. Və ən axırda da print S-i neynəsin? Çapa versin. S-i çapa versin. Baxaq görək, bax, bu proqram bizə nəyi vermiş olur? 34-ü çapa verdi. 34-ü neynədir? Çapa verdi. Görək. Demək, yazaq. Demək, burada neynir? i gəlir, range yoxdur. Baxın, range yoxdur. Range yoxdursa, i gəlir 1-1, dənə-dənə qiymətlərə müraciət edir. i gəlir birinci 12-ni alır. i bərabərdir 12 olanda düşür aşağı. if şərt qoyur. i neçədir? 12-dir. Deyir, 12-ni 2-yə böləndə qalığın 0-a bərabərdirmi? Deyirsən, bəli. Hə, bərabərdir. Onda deyir, S-in üzərinə i-ni gəl. i hansıydı burada? 12 idi. S-in üzərinə 12-ni gəl. S-in nədir? 0-dır. 0-ın üzərinə 12-ni gələm, eləyir 12. Sonra yenə dövr bitdi. Bu dövrün içidir bu. Qalxır yuxarı. Gedir 14-ü götürür. i bərabərdə 14-ü götürdü. Düşdü aşağı. Yenə if sual verir, şərt qoyur. Əgər i-ni, yəni 14-ü 2-yə böləndə qalıq 0-a bərabərdir. Deyirsən, hə. 14-ü 2-yə böləndə qalıq tam sizə 7 düşür, qalıq 0-dır da. Onda S bərabər, S-in üzərinə deyir, i-ni gəl. S-i mən axırıncı səfər neçə idi? 12 idi.
12'nin üzərinə i'ni, yəni 14'ü gəl. Bu da mənə verdi 26'nı. 26'nı. Sonra gəlir artıq 5'i götürür. İ bərabərdir 5 olur. Düşür aşağı, yenə sual verir. Deyir if əgər 5'i 2'ye böləndə qalıq 0'a bərabərdirsə, s-i i ilə topla. İndi deyirəm, 5'i 2'ye böləndə qalıq 0'dır, xeyr. 2'ye bölünmə əlamətləri necə idi? Verilmiş ədədlər cütdürsə, həmən ədədlər 2'ye bölünə bilərdi də. 5'i 2'ye böləndə qalıq 0'a bərabər deyil, axı 2 dəfə düşür. 2 dəfə 2'nin 4, qalıq da 1'ə bərabərdir. Demək, bu şərtlə yox deyirik. Yox deyirik. Ona görə bu şərtə yox deyəndə s-i i ilə toplamıram. Qayıdıb gedib növbəti i-ni götürürəm, 3'ü götürürəm. Bu dəfə i-nin qiyməti 3'dür. Düşürəm aşağı, yenə şərt qoyuram. Deyirəm ki, 3'ü 2'ye böləndə qalıq 0'a bərabərdir. Buna da yox deyirsən. Buna da yox deyirsən. Gedib bu dəfə 8'i götürsən. Ən axırı səfər. i bərabərdir 8. Şərt qoyuram if. Deyirəm 8'i 2'ye böləndə qalıq 0'a bərabərdirmi? Deyirsən hə. Hə deyirsən və s bərabər s-i i ilə toplayırsan. S-im neçə idi axırıncı səfər? 26 idi. 26 idi. 26'nın da üstünə 8'i gələm eləyir 34. S-də ən axırıncı səfər neçə aldım? 34 aldım. Dövrlə bitirdim, qutardım. Dövrdən artıq çıxıram. Niyə? Ta növbəti qiymət yoxdur. Gəlirəm bura, görürəm burada bir dənə sərbəstim var. Nədir? Print S-dir. Print S, S-də ən axırıncı səfər S nəyə alıbdı? 34. Demək, print də 34'ü çapa vermiş oldu. Ümid edirəm, aydındır. Demək, bu proqram nə iş görür? Əgər sizə desə ki, verilmiş proqramın təyinatı nədir? Verilmiş proqramın təyinatı nədir? Deyirik ki, proqram neyinir? Cüt ədədləri toplayır. Cüt ədədləri toplayır. Belə. İndi başqa tipə də baxaq. Bir neçəsinə baxaq. Belə bir şey verirəm. Yazıram s bərabərdir 0. Bir dənə də demək m bərabərdir 0 götürək. Sonra burada verək if. Bir dənə for verək. For demək if in bir dənə verək. Məsələn, rəqəmlər verək. 10 verək, 9 verək, mənfi 4 verək, 0 verək, sonra 3 verək, sonra mənfi 2 verək, 7 verək və s. Belə verək. Və deyirəm ki, yenə şərt qoyuram. Deyirəm ki, if əgər i böyüksə 0'dan, onda neynəsin? S bərabərdir S-lə i-ni cəmləsin. S-lə i-ni cəmləsin. Əks halda, yəni LCM, əks halda neynəsin? M bərabərdir, yəni sayı tapsın. M bərabərdir, N üzərinə 1 gəlsin. N üzərinə 1 gəlsin. Və ən axırdan neynəsin? Print həm S-i, həm də N-i çapa vermiş olsun. Həm S-i, həm də E-ni çapa vermiş olsun. Bir dənə bu əməliyyata baxaq. Görək proqram bizə nəyi verir? Proqram bizə 29 ilə 3'ü vermiş oldu. Baxaq görə 29 ilə 3'ü niyə verdi? Əslində proqram nə iş gördüyünə baxan kimi proqramdan danışmalıyıq. Proqramın nə iş gördüyünə baxmalıyıq. Mən görürəm ki, bu proqram neyinir? Bu proqram cüt ədədlər, mən bilirəm ki, mənim S bərabərdir. Əgər i böyükdürsə 0'dan deyir və bura baxıram.
Deyir, i böyükdürsə sıfırdan, onda s-i i ilə topla. Əgər böyük deyilsə, onda sayın artır. M bərabərdir, n üstə gələk 1 olsun. Və yaxud da ki, k bərabərdir, k üstə gələk 1 olsun. Çox zamanda s bərabərdir, s-in üzərinə 1 gəlmək. Yadınızda saxlayın, yoldaşlar. Nəyinsə üzərinə 1 gəlmək say artırmaq deməkdir. Say artırmaq deməkdir. İndi baxıram bura. İ gedir dənə-dənə müraciət edir. Çünki range yoxdur. İ gəlir birinci 10 alır. Düşür aşağı. Deyir, şərt qoyur. Deyir, i əgər 10 böyükdür, deyir sıfırdan. 10 sıfırdan böyükdür, deyirsən, bəli, hə. Deyir, onda s-i i ilə topla. S-im neçədir? Sıfırdır. Sıfırın üzərinə 10 gəlim. i-nin qiyməti 10-dur, eləyir 10. Elsə halına baxmıram. İlk ödənəndə elsiyə baxmıram. Sonra i gedir, nəyə götürür? 9-u götürür. i artıq 9-a bərabərdir. Düşür aşağı. Deyir, if, yenə if qoyur. Burada da if var idi. Deyir, if, əgər i, yəni 9 böyüksə sıfırdan, deyirsən, hə. Deyir, onda s bərabərdir. S-in üzərinə nə gəl? i gəl. S-im neçə idi? 10 idi. Onun üzərinə 9 gələm, eləyir 19. Sonra i gedir, mənfi 4-ü götürür. i, mənfi 4-ü götürür. Deyir, mənfi 4 böyükdürmü sıfırdan? Deyirsən, yox. Yox deyəndə artıq itə yox deyirəmsə, mən LC-yə gəlirəm. LC-yə gələndə n bərabərdir, n-i bir vahid artırıram. N-im neçə idi? N-im 0 idi. 0-ın üzərinə 1 gələndə elədi 1. Bir də qalxıram yuxarı. Artıq gedib 0-ı götürürəm. i bərabərdir 0 olur. Düşür aşağı, deyir 0 böyükdür 0-dan, deyirsən yox. 0 böyükdür 0-dan, deyirsən yox. 0 böyükdür 0-dan yox. Yox deyirsə elsə qoluna düşürəm, n-i bir vahid artırıram. N-im 1 idi, 1-in üstünə 1 gələm, eləyir 2. Sonra yenə dövrü qayıtdı yuxarı, gedir bu dəfə nəyi götürür? 3-ü götürür. 3-ü götürür. Gedir, nəyi götürür? 0-dan sonra 3-ü götürür. Artıq i bərabərdir 3-dür. Şərt qoyur, deyir 3 böyükdürmü 0-dan, 3 böyükdürmü 0-dan, deyirsən bəli. Düşür aşağı, s-i i ilə toplayır. S-im neçə idi? Ən axırıncı səfər s-im 19 idi. 19-un üzərinə 3 gəlir, eləyir 22. 22. Qayıdır yuxarı, elsə qoluna düşmür. Qalxır yuxarı, mənfi 2-ni götürür. i bərabərdir mənfi 2. Mənfi 2 böyükdürmü 0-dan, buna da yox deyirsən. Yox deyəndə n-i bir vahid artırır. N-i mən axırıncı səfər neçə idi? 2 idi. 2-ni bir vahid artırdı, oldu 3. Gedir bu dəfə 7-ni götürür. i bərabərdir 7-ni götürdü. Düşdü aşağı, deyir 7 böyükdürmü 0-dan, deyirsən hə. Ondan neyinirəm? S-i i qədər, yəni 7 qədər artıram. S-i mən axırıncı səfər 22 idi. 22-nin üzərinə 7-ni gəlirlər, eləyir 29. Demək, S-im nə oldu? S-im oldu 29. N-im nə oldu? N-im doldu 3. N-im doldu nə? 3. S-im oldu demək 29, N-im doldu 3. Bu belə. İndi deyəndə ki, bu proqramın təyinatı nədir? Deyirsən ki, verilmiş proqram neynədir? Müsbət ədədləri cəmləyir. Müsbət olmayan ədədlərin isə sayını tapır. Və belə. Bu proqramın da təyinatı budur. Ümid edirəm, aydın oldu. Bax, deməyin, verilmiş proqram müsbət ədədlər cəmləyir, mənfi ədədlərin sayını tapır. Burada 0 nə müsbətdir, nə də mənfidir. 0 müsbət olmayan tam ədəddir də, yəni mənfi olmayan tam ədəddir. Ona görə yazıram ki, demək, müsbət ədədləri cəmləyir, müsbət olmayan ədədlərin sayını tapır. Müsbət olmayan ədədlər deyəndə 0-a görə deyirəm. Əgər burada 0 olmasaydı, demək olardı verilmiş proqram müsbət ədədlər cəmləyir, mənfilərin sayını tapır. Amma burada 0 da var deyə. Ona görə, yəni i böyükdür 0 vəziyyətinin əksi nədir? i kiçikdir, bərabərdir 0.
Yəni i böyükdür sıfırı inkar eləyəndə mən i kiçikdir bərabərdir sıfır deyirəm. Ona görə də deyirəm ki, verilmiş proqram təyinatı müsbət ədədləri cəmləyir, müsbət olmayanların da nə edir? Sayını tapmış olur. Ümid eləyirəm aydın oldu. Gecəniz xeyrə qalsın, bu qədər.